Dövlətdir. Və bu işğala son qoyulmalıdır və son qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Hakkımızı almaya gelirik. Tarihi yeniden yazırıq. Muhterem Cenab Prezident, Cenab Ali Başkomandan, emrinize uygun olarak mərc edirəm ki, Müdafiənin körpüsü ve ərazisi işğaldan azad edilmiştir. Muhterem Prezident, Cenab Ali Başkomandan, sizin emrinize esasen Qubadlı şehri işğaldan azad olunmuştur. Cenab Prezident, Cenab Ali Başkomandan, emrinize uygun olarak mərc edirəm ki, Zəngilan şehri ve etraf əraziləri işğaldan azad olunmuştur. Prezident, Cenab Ali Başkomandan, Azerbaycan Respublikası devlet bayrağı Batı şehrinde dalgalanmaktadır. Cenab Ali Başkomandan, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Başkomandan, Azerbaycan Respublikası devlet bayrağı Azerbaycan şehrinde dalgalanmaktadır. Başkomandan, Ağdam rayonu işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-sindən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. O gündən
O gündən etibarən Azərbaycan əskəri gecə-gündüz demədən vətənin hər bir qarış torpağı üçün canından keçməyə and içdi. 30 ildir həsrət çəkən xalqın Azərbaycan əskəri üçün birlik oldu və arxa cəbhədən daimi onlara dəstəyini və sevgisini əsirgəmədi. Hörmətli şəhid valideynləri, bugün siz bizim dəvətimizi qəbul edib bizimlə bu tədbirdə iştirak etdiyiniz üçün əvvəlcə sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. O gözəl vaxtınızı ayırıb bizimlə bugün bir yerdə olmaq üçün bizə qatılmışsınız. Hamıya məlumdur ki, 2020-ci ilin sentyabr ayının 26-sından 27-sinə keçən gecə mənfur düşmən yenidən torpaqlarımıza təcavüz etdi. Və o gecə artıq Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənabları bir qərar verdi. Əks hücum başlanmalıdır. O andan biz əks hücuma başladıq. Qüdrətli ordumuz hər dəqiqə irəliləməyə başladı. Amma şəhidlər verdik, qan töküldü. Bütün insanlar müharibədə iştirak üçün əlindən gələni əsirgəmirdi. Yaşlı, qoca, cavan hərə öz köməyini etmək istərdi və bunun üçün müraciətlər başlandı. Mən onun şahidiyəm. Göyçay rayon hərbi komissarlığında izdiham var idi. O izdihamların bir gününü mən şahidiyəm ki, orada minlərlə, yüzlərlə insan orada gedib müraciət edirdilər ki, biz həmin müharibədə iştirak edək. O cavanların içərisində bizim kəndimizin 26 nəfər nümayəndəsi var idi. Bir nəfərimiz isə hərbi xidmətdə idi. Və bu igid oğlanlar öz arzusu ilə müharibəyə qatıldılar. 3 nəfərimiz şəhid oldu. Körpə, Səmədimiz, Gənc Şəmistanımız və Rəhmimiz. Bir nəfər qazi kimi qayıtdı. Yerdə qalanlar isə veteran statusu aldılar. O balalar bizim öz balalarımız idi. Çünki o evlatları biz yetişdirmişdik. Atası, anası büyütmüşdü. Amma biz onlara tərbiyə vermişdik, təlim vermişdik. Vətənpərvərlik mövzusunda onlarda iz bırakmışdıq. Bugün onlar şəhid oldular daha doğrusu. Onlar heç vaxt unudulmayan insanlara çevrildilər. Bugün onların valideynləri burada iştirak edir. Əslində bugün bayram günüdür. Zəfər günü bayramını qeyd edirik. Bayram sözü biz elə bilirik ki, yəni biz əslində bayram dedikdə sevinməliyik, gülməliyik, bir-birimizi təbrik eləməliyik. Lakin bugünkü bayramda bir kədər hissi var. Üzümüz gülür, qəlbimiz isə kədərlidir. Çünki qarşımızda şəhid valideynləri əyləşib. Biz onların qarşısında belə gülməyi belə özümüzə ayıb bilirik. Müharibə təbii ki, şəhidsiz, qansız olmur. Minlərlə oğlumuz şəhid oldu. Azərbaycan oğlu tarix yazdı. Elə bir tarix yazdı ki, 30 ildən artıq biz əzilmişdik, biz utanırdıq. Çünki torpaqlarımız düşmən tapdağı altındaydı. Amma o oğlanlar qələbə çaldı. Mənfur düşməni torpaqlarımızdan uzaqlaşdırdı. 44 günlük müharibə ərzində elə bir tarix yazdılar ki, qəhrəmanlıq səlnaməsi göstərdilər. Nəhayət, 8 noyabr tarixində Şuşanın düşmən tapdağından azad olunması xəbəri gəldi və həmin gün Zəfər günü elan olundu. 44 günlük müharibə sona çatdı. Biz
həmin günü, həmin xəbəri şəxsən biz məktəbimin kollektivi bu həyətdə bir-birimizi qucaqladıq və doyuncaq ağladıq. Həm sevindik, həm də kədərləndik. Çünki qələbə qanla, qan tökülmüşdü. Qələbə havaydan əmələ gəlmədi. Və bu müharibədə, eyni zamanda 1-ci Qarabağ müharibəsində şəhid olan, eyni zamanda vətənimizin, torpağımızın suverenliyi uğrunda şəhid olmuş bütün insanların, cavanların, hətta körpə balaların ruhları qarşısında baş əyirik və onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi sizdən xahiş edirəm. Allah rəhmət eləsin. Qazilərimizə Allahdan şəfaət eləyirəm. Veteranlarımıza uzun ömür arzulayıram. Vətənimiz sağ olsun. Allah Azərbaycanın bütövlüyünü qorusun. Ordumuzu qorusun. Zəfər gününüz mübarək. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Rəşadətli Azərbaycan ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Çünki bu millətin güvəndiyi ordusu və əskəri vardı. Hansı ki, o əskər canı bahasına belə olsa da torpaqlarımızı geri almağa and içmişdi. İşğalda olan torpaqlarımızı, kəndlərimizi, qəsəbələrimizi, strateji əhəmiyyətə malik olan yüksəkliklərimizi və cənnət şəhərlərimizi ard-arda mənfur düşməndən təmizləndi. 27 sentyabrdan 9 noyabra kimi 44 gün içində. Sözü şəhid valideynlərinə veririk. Mən də bugünkü tədbiri təşkil edən bütün məktəb kollektivinə öz təşəkkürümüzü bildiririk. Şəhid valideynləri adından. Çox sağ olun. Yəni belə tədbirləri keçirirsiniz. Şəhidləri, bizləri unutmursunuz, unudulmağa qoymursunuz. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Uşaqlar da, nə deyəcək, uşaqlara səmimi təşəkkürümüzü bildiririk ki, belə hazırlaşıblar, belə ürəklə çıxış edirlər. Yəni, şəhidlərə uyğun hərəkət edirlər. Vəzifəsindən, rütbəsindən asılı olmayaraq Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu şad, məkanları cənnət olsun. Təkrar danışlar şəhidlərlə azdır, bitib tükənməz. Biz elə bir evlatların anasıyıq ki, evlatlarımızı tanımayan valideynlərik. Nətəri yetişdirdiyimizi bilmədik. Amma bizim oğullarımız 30 illik əsarət altında olan torpaqlarımızı 44 günə alan oğulların qəhrəmanlıqların, şücaətlərin görəndən sonra biz oğullarımızı dərk eləmişik ki, biz nələr yetişdirmişik. Allah dünyamızı salamat eləsin.
Allah ordumuzu korusun. Her zaman sülh, emin amanlık olsun. Hiçbir atanın, ananın bir daha gözü yaşlı kalmasın. Qazilərimizi ve ehtiramlarımızla Allah'tan uzun ömür, can sağlığı arzu edirəm. Çünkü onlar da gözleriyle gören canlı deyərdim ki, hem şahitlerdir, hem şəhidlərdir. Allah her birine ömür versin. Allah ordumuzu korusun. Allah əsgərlərimizi korusun. Yani bugün bir millet kimi, bir devlet kimi ayakta durmuşuqsa, nefes alırıqsa, hem əsgərlərimizə, hem şəhidlərimizə borçluyuq. Zəfərin mübarək olsun. Azərbaycan şəhidi. Hakkınız ödenilmezdir. Hakkınızı bizlere halal edin ki, sizin sayenizde bugün ayakta durmuşuq. Devletimiz devlet, milletimiz millet kimi her yerde fəxrlə alınır. Alnı açıq, üzü ağır. 30 illik əsarət altından deyə bilərik ki, həmişəlik azad olmuşuq. Hər zaman zirvələrdə ucalsın. Şəhidlərin qanı bahasına alınan üç rəngli bayrağımız. Bir daha hər bir özə, bütün müəllim kollektivinə təşəkkür edirəm. Bir daha zəfərin mübarək olsun. Azərbaycan ordusu. Çox sağ olun, bu qədər. Könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən o diləksən. Adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Bu ne qamet, bu ne boydur, bu ne köktür, bu ne soydur, bu ne gücdür, bu ne qüvvət, bu ne mərtlik, bu ne qeyrət. Bu isimler sana ait ey igidəm, halal olsun sənə əskər. Nə dözümlü, nə mətinsən, özünsən, rəşadətinsən. Yağış olsun, boran olsun, külək olsun, tufan olsun. Gecə gündüz və səhərlər
yeri səngər, halal olsun sənə əskər. Sənə alqış, sənə əhsən, nə gözəl müjdə verənsən. Neçə gündür Qarabağdan, gah o dağ, gah bu dağdan. Alırıq hər yeni gün tazə xəbərlər, halal olsun sənə əskər. Bu vətəndə, bu diyarda, məqamım var ucalarda. Qürurumsan, vüqarımsan, zikrimsən, şuarımsan. Bu şuarı vətənim eyləmiş əzbər, halal olsun sənə əskər. Cəbrayıl Laçın Ağdərə, Xocalı bütün Dağdərə. Xocavənd Qubadlı Xankənd, Zəngilan gələr kənd-kənd. Halal olsun sənə əskər. Sən igid və qəhrəmansan, sən ümidsən və gümansan. Ya şəhid, ya qazisən sən, hər halınla razısan sən. Salam olsun ey Azərbaycana sərvər, halal olsun sənə əskər, halal olsun sənə əskər. Sen beni yetiştirip bu ellere yolladın. Torpağıma kurban edip Allah'a ısmarladın. Sen beni yetiştirip bu ellere yolladın. Torpağıma kurban edip Allah'a ısmarladın. Osmanlı'ya çalıştırıp hizmetine bedelen. Sizin sene Allah'ıma sen koyaysan düşmene. Osmanlı'ya çalıştırıp hizmetine bedelen. Sizin sene Allah'ıma sen koyaysan düşmene. Bas ileri, hey bas ileri. Azerbaycan askeri. Askeri, hey askeri. Azerbaycan askeri. Bas ileri, hey bas ileri. Azerbaycan askeri. Askeri, hey askeri. Azerbaycan askeri. Yaslarımız kazanır, yorganlarımız kavrulsun. Biz bu yolda döner uzatmamız bize varılsın. Yaslarımız kazanır, yorganlarımız kavrulsun. Biz bu yolda döner uzatmamız bize varılsın. Ne güzellik ölmek bize sevgili vatandaşım. Yalan yürek yol düşmeyen Taliban işimizde. Ne güzellik ölmek bize sevgili vatandaşım. Yalan yürek yol düşmeyen Taliban işimizde. Bas ileri. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı yaşı dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşkı, bu ne tel, ellere verdiler onu bil. Danışmasam da bari gül. Ay kız bu ne aşkı, bu ne tel, ellere verdiler onu bil. Danışmasam da bari gül. Şuşada yaşamır yanar ulduzlar, onlardan güzeldir gelirler bezler. Yol üstüne dayan yarını gözler, yol üstüne dayan yarını gözler. Ay kız bu ne aşkı, bu ne tel, ellere verdiler onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşkı, bu ne tel, ellere
şəhəri şəhadətə satanların. Sən xalqları birləşdirən bir məhdədsən Azərbaycan. Qız qalası, Möminə xatın bir məhəbbət qalasıdır. Göy Xəzərin sahilləri sevənlərin dünyasıdır. Məşhur olan güllələri inkişafın aynasıdır. Gündən günə gözəlləşən bir cənnətsən Azərbaycan. Naxçıvanın xoş havası, Qarabağın mənzərəsi, çox gözəldir təbiəti, müqəddəsdir hər bölgəsi. Yeməkləri, musiqisi, gözəl adət ənənəsi. Cənnət görmək istəyənə bir dəvətsən Azərbaycan. Azərbaycan sənsən mənim, hürriyyətin şan şöhrətim. Azərbaycan sənsən mənim, hürriyyətin şan şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Azərbaycan, 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 Azərbaycan. Nəfəsimiz Babəklərin, Sabirlərin ol nəfəsi. Nəfəsimiz Babəklərin, Sabirlərin ol nəfəsi. Mahnımızda yaşar bizim babaların ayak səsi. Mahnımızda yaşar bizim babaların ayak səsi. Azərbaycan, 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 Azərbaycan. Biz tarixə sığınmadıq, dünən vardık, bugün varıq. Biz tarixə sığınmadıq, dünən vardık, bugün varıq. Biz dostluğa güvənərək gələcəyə addımladıq. Biz dostluğa güvənərək gələcəyə addımladıq. Azərbaycan, 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 Azərbaycan. Azərbaycan, 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 Azərbaycan.
üzərində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycan haqq səsini bütün dünyaya çatdırdı. Hər kəs Qarabağ Azərbaycandır şüarı altında birləşdi. Bir daha Azərbaycan xalqı Qarabağ uğrunda şəhid verdi. Amma bezmədi, əyilmədi, beli bükülmədi. Bir daha şəhid anası vətən sağ olsun dedi və o möhtəşəm zəfər gününü 8 noyabr tarixində yaşandı. Hayatımda ilk sefer bu kadar kan görürdüm. Kızıl kana belenmiş, dökülen can görürdüm. Kan içinde çalkalanan Azerbaycan görürdüm. Yerde, köyde, denizde akırdı şehit kanı. Hayatımda böyle dert görmemiştim. Derdi belam olsun, böyle sessiz görmemiştim. Metmiş benim kadar namet görmemiştim. Nametlerin başında çakırdı şehit kanı. Yağış olup yağırdı, kar olup eriyirdi. Dağ olup serpenirdi, taş olup yeriyirdi. Bizimle ağlayırdı, bizimle gülürdü. Hamının gözlerinden akırdı şehit kanı. Alçakların başında kıyametler koparan, vətənin dar gününde deniz kimi kaparan, zaman zaman bu halka hakka doğru aparan yoldu, izdi, nakıştı, çığırdı şehit kanı. Size borcumuzu necə qaytaraq? Ağlayaqmı çoxlu, yoxsa dik duraq? Necə istəyirsiniz görəsiz bizi? Oradan necə görünürük, izlərkən bizi? Cənnət gözəldimi vətənimizdən? Qoxusun alırıq kədərimizdən. Şəhidim, yol göstər sevinə bilək. Biz sənin yoxluğunu necə həzm edək? Sən bizdən çox sevdin vətənimizi. Biz sənin sevgini necə haqq edək? Biz sənin sevgini necə haqq edək? Keçim düz diyarından, bol bəhrər bulan düzü, bir düzü, Şirvan düzü, gel deşən Azərbaycan. Hər günlər şəfalıdır, göy göldə səfalıdır, hər yanı gülşən Azərbaycan. El qızlar düzüm gül qırağında, min gül açır gəncəmizin hər budağında. Dost eller Qarabağından qarlıdır, gen çölləri bu torpağın xoş baharlıdır. Bol bəhrəl bulan düzü, bir düzü, Şirvan düzü, gel dirşən Azərbaycan. Hər günlər vəfalıdır, göy göldə səmalıdır, hər yanı gülşən Azərbaycan.
Geçtim yine çiçek çiçek her mahalından. Öz yurdunun doymaz yürek yüz müsalından. O behler bulan düzüm düzü şırvan düzü. Gel gel düşen Azerbaycan. Güzel güller mehaldır köy görmez sefalıdır. Her yanı gülşen Azerbaycan. Her yanı gülşen Azerbaycan. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması, müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya ilə nəticələnmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən dövlətimizin nüfusu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasının Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər sərəncamı ilə Azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixli zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması qərarı alınmışdır. Torpağın üstündəki bircə damcı qandı şəhid. İnsanın alisidir, gör necə insandı şəhid. Ki vətən torpağı uğrundakı qurbandı şəhid. Cənnəti axtaran hər bir kəsə ünvandı şəhid. Çün səni unutmaq da bizlərə nöqsandı şəhid. Sən baxma gözlərində yaşları leysandı şəhid. Elə bir xəstələnmişik bizə loğmandı şəhid. Bizlər nə kar ey, aləmə sultandı şəhid. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Çün xeyli çiçək yetişdirib həmin qan ey şəhid. Onu şərbət eləyəndir belə dərmandı şəhid. Ki bəlkə göz yaşımız yolunda ehsandı şəhid. Oxunan fatihələr dünyaya üsyandı şəhid. Həmin ol torpaq indi üstünə yorğandı şəhid. Candı şəhid, yaşayan candı şəhid. Torpağın üstündəki bir damcı qandı şəhid. Elə bir rütbədir ki hər bir kəsə nəsib olmaz. İnsanın ailəsinin görünəcə insandı şəhid. Halkımız çok seviyor.
zəfər. Qarabağın işğaldan azad etdiyi gündən. 8 noyabr zəfər günüdür. Uğurla qazandıq bu bayramı biz. 3 rəngli bayrağımızı dalgalandırıb İlhamla tarixdə qoymuşuq biz. Aile Başkomandanın əmrin verərək siz ayətli ordum sinə gələrək mənfur düşməni yerə sərərək sizlər Qarabağı azad etmişsiniz. Şəhidlərin qanı axdı töküldü, məlum dualardan cər töküldü. Qat Paşinyan beni bükürdü, məcbur qarşımızda tökülmüş idiniz. Zəfər bizimdir bizim, qəlbimiz dönür dağa, yollar aparır bizi, gedirik Qarabağa, vətən qarşıla bizi, pay Allah neymetinden, doymuğumuz sənin, doğma məhəbbətindən, süzayətli oğullar, bana sərdi hər yana, imza attı ordumuz, ən müqəddəs məqama, vətənin dar günündə, kal yumruq tədbir oldu, azad olduğu torpaqlar, birlik qələbə çaldı, yeni tarix yazıldı, qəhrəman adlarıyla, əldə dastan oxuduq, tarix yazanlarından, səma ayrım bulutsuz, dağların yaracıyı, qanlanan torpaq, canlı qaydacıyı. Torpağım üstüne kölgeler sanan, benim varlığımın cilası bayrağı, zəfərdən doğulmuş Göypüşdən qalan, qurtbaşlı bayrağın balası bayrağı. Üç renkli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər günlərini dövr-i qədimdə bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Harda əcdadımın ayak izi var, bu zəfər bayrağım orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamazlar, onun huzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma sancılan hilal, aləmə nur saçdı tarix boyunca, məbədlər başıma tac olan hilal. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görüm. Hörmətli şagirdlər, məktəbimizdə keçirilmiş qəlbimizdə vətən sevgisi, əllərdə zəfər izləri adlı rəsm müsahibəsində yer tutmuş şagirdləri bura dəvət edirəm. Hacılı Emnə Xatun Elnur qızı 1-ci yer. Eyüplu Pəri Sehran qızı 2-ci yer. Mustafalı Nazənin Qafur qızı 1-ci yer. Mahmudova Fidan Sabir qızı 1-ci yer.
Səlimova Yağmur Elnur qızı 3-cü yer.